Nəyə görə biz öz fikirlərimizi müdafiə edirik və başqalarının belə deyim də fikir deyəndə onu başlayırıq rədd eləməyə. Qəbul eləmirik onu. Başqası bizim üçün düşməndir də. Yəni özünü dərk eləməyən adam üçün başqası rəqibdir, düşməndir. Bu instinktiv səviyyədə bizdə oturubdur. Məsələn, bir ailəsinin yanında olan erkək kənardan bir erkək keçərsə, bunu onun ailəsinə təhlükə kimi görür ki, mənim qadınımı ala bilər əlimdən. Və gərilib həmişə, əlinə ağac alıb, ox, yay alıb və s. Eyni zamanda yaxın ətrafda bir qadın da görünmüş olarsa, qadın da fikirləşir ki, bu mənim ərimi əlimdən ala bilər. Başqa yolla təbii ki. O da bir cür gərilib, qısqanclıq gərilməsi ilə. Bu açıdan başqası bizim üçün həmişə ilk olaraq problemdir.